Uşaqlar, indi sizə tam hissə modeli ilə məsələni izah edirəm. Bu tam hissə modeli biz 4-cü sinifdə keçəcəyik. O tam hissə modeli deyil. Bu biraz sadə formasıdır. Bax, tutalım ki, məsələ verilib. Keçən dəfə kitabımızda var idi, dərsimizdə izah elədi. İndi onu mən sizə yazılı şəkildə izahını verim. Tutalım ki, sinifdə, bax, sinifdə var. Məsələn, deyək ki, 25 şagird. 25 şagird. Onlardan oğlanlar neçə nəfərdir yazaq? Oğlanlar deyək ki, 15 nəfərdir. 15 nəfəri oğlandır. İndi qızları bilmirik də, neçəsi deyir qızdır. Bu 25 nəfərin 15 oğlandır. Bəs neçəsi qızdır? Vəssalam. Bu məsələnin qısa şərtidir. Mən qısa şərti yazdım, ha. Bunu biz tam hissə modelini sxemi quraq da, modeli quraq. Baxın, tam. Burada yazılır tam. Tam yazmaq üçün yer qoyuruq. Bu sxemi keçdikdə yazmışdıq keçən dəfə də. Burada hissə, qısaca hı yazıram, hissə. Aha. Bizə nə məlumdur? Bax, sinifdəki ümumi şagirdlərin sayı məlumdur. Bütün şagirdlər məlumdur. O zaman bura yazıram. Qoy belə yazım, seçilsin. Ümumi tam 25'dir. Bu da yazmadı ki. Bu 25'dir. Hissə, oğlanlar. Bura mən oğlanlarda yaza bilərdim. Hissə də yaza bilərdim. Lap oğlanlar da yazardım. Burada məsəl üçün tam əvəzinə ümumi şagirdlərin sayı rast gələ bilər sizə. Cəmi, nə bilim, indi o məsələdə nəyin üstündə gedirsə söhbət, onun adı rast gələ bilər. Burada oğlanlar yazım. Burada qoy qızlar yazım da. Şimdi sonra sizə söz deyəcəm buna aid. Oğlanları bilir. Yəni hissənin biri məlumdur. 15 nəfər oğlandır. Amma qızların sayını bilmirik. Bilmirik. Tapaq. Burada da yazdıq 50. Ümumi saydan, sinifdəki cəmi ümumi sayda uşaqların sayından çıxırıq biz oğlanların sayını. Aha. Deməli 10 nəfər oldu qızlar. Sinifdə 10 nəfər qız var. Bilmirdik ki, indi burada yaza bilərik 10 nəfər qız. İndi məsələni dəyişək. Bu dəfə, bax, buna tərs məsələ də deyirlər. Birazdan dərslərimizdə rast gəlsə sizə ki, verilən məsələyə tərs məsələ qurun. Bax, budur indi. Yenə sinifdə var 25 şagird. Xəttim qəşəkdir əslində, amma belə tez-tez yazıram. Eybi yox, fikir verməyin. Bu dəfəlik keçərsiniz. İndi bu dəfə qızları bilək. Qızların sayı məlum olur. Qızlar 10 nəfərdir. İndi oğlanları bilmirik. Tərsinə oldu. Bax, buradan buna deyilir ki, tərs məsələ. Oğlanlar bilmirik. Çəkək bunu, nə deyək, bu tam hissə modelində. Tam. Bax, burada görürsünüz, mən oğlan yazdım, qız yazdım. Bu, bunu hissədir. Oğlan hissəsi bizə məlum idi, amma qız hissəsi məlum deyildi. İndi keçək hissələri də quraq. Hissələr. Yox. Burada yazmalıydım. Tam məlumdur. 25. İndi hissə. Hissə. Aha. Oğlanlar. Bu dəfə oğlanları bilmirik. Sual. Amma qızları bilirik. Qızlar 10 nəfərdir. Düzdürmü? Vəssalam. İndi həllində tapaq. Yenə də bizə tam məlumdur hissə, bütöv hissə, cəmi sayı tam məlumdur. Bir də hissənin biri bayaq məlum olmayan, indi burada məlumdur. Məlum tamdan məlum hissəni çıxırıq, o biri məlum olmayan hissəni tapırıq. Bu dəfə 15 oğlan. Deməli, sinifdə burada qeyd eləyə bilərik ki, 15 oğlan var imiş. Əvvəlcə sual qoyuruq, sonra qoyuruq bu mötərizədə yazaq ki, yəni bu yox idi, biz bunu həll elədik, tapdıq. Tərs məsələ 3 cür olur da, 3 qarşılıqlı halda olur. İndi bu dəfə bizə sinifdəki qızlar məlum. Qızlar neçə nəfər idi? 10 nəfər. Oğlanlar 15 nəfər. İndi tapaq cəmini. Cəmi neçə şagird? Cəmi neçə şagird var? Bunun çəkək modelini tam
hissə. Yenə deyirəm, burada o verilən nətər deyirlər, adları, varlığı da yaza bilərik. Söhbət indi burada oğlandan qızdan gedir, oğlan qız da yaza bilərik. Ola bilər gələcəkdə hansısa məsələlərdə, testlərdə burada hissə sözünə yox, elə adlara rast gələrsiniz, o sizi çaşdırmasın. Normal halda yazılı da bilər. İstəsəniz siz də bu məsələlərdə yaza bilərsiniz. İndi biz ümumi sayı tamı bilmirik, amma hissəni bilirik. Bilirik ki, deməli, oğlanı hara yazmışdıq ilk başda? 15 oğlan var, 10 da qız var. İndi cəmi tapmaq üçün hissələr məlumdur, ümumi say məlum deyil. Vəssalam. 2 hissəni toplayırıq, ümumi sayı alırıq. Cəmi 25 şagird. Məlum deyildi, düzdürmü? Tapdıq ki, 25 şagird varmış. Bax uşaqlar, bu oldu bizim tam hissə modeli ilə məsələmiz və eyni zamanda buna deyilir tərs məsələ. Nə deyilir? Bax, bu cür məsələlərə deyilir tərs məsələ. Yadınızda qalsın.